Deməli belə mənim gör bu cavan yaşımda mənim ürəyimi xəstə eləyiblər. Mən bura köçəndən, biz bura köçəndən. Nə var ki, mənim həyat yoldaşım Qarabağlıdır. Filandı beşməkandı, nə bilim. Mən bura köçəndən qaralayıblar məni. Neyniblər? Pişiyimi öldürdülər. Evimdən pulumu gəldilər, götürdülər. Üstümə post patrol getirdilər. Hərəsi bir tərəfdən küçə pataskuxası qızlarının tikdirib ərə verdiyi qızlarının erməniyə qədər görmüşlərinin ermənidən törənmişlər bic balalarının Nizakon Rojdinla heç bilinmir ki, atası kimdir, anası kimdir. Əsli kökü yox, adı sanı yox. Ay Mehriban, ay İlham, Araz Ağalaroviçin nəslindən olan qıza, Tofiqin nəvəsinə hansı ixtiyarla, hansı volyayla deməli belə çıxır ki, o sənin o məcburi qaçqın köçkünlərin, o şəhidlər, qazilər, ailən bu boyda milyarder Araz Ağalaroviçin nəslindən Tofiq babanın qızından artıqdılar ki, bunlar mənim qapıma gəlib gedirlər. Ürəyimi cavan yaşında xəstə eləyiblər. Babamı öldürdükləri Bestölgeyib ofisində nə demişlər, öldürmüşlər kişini. O boyda, dağ boyda kişini nə deyib infakt eləmişlərsə, elə bir gəlib mənim qapıma da gedib gəlirlər. Bu itlər sulayısı, küçə itləri. Belə çıxırda da, nələr eləməyiblər biz bura köçəndən mənə, nələr. Öz küçə pataskuxası qızlarının da belə nələrdən bürünüb gəzirlər, güya tərbiyəlidir. Biri başı bağlıdır, biri bağlı giyinir, pijamada, biri nə bilim nə giyinir. Ay nə bilim nə, güya bunlar tərbiyəlidir, açıq giyinənlər tərbiyəsizdir. Harda görsəni bu? Emin Ağalaroviçdir, Araz Ağalaroviçdir, hamımız bizim Tofiqin nəslidir. Elə Leyla, Arzu özü də, hamısı, bütün hamısı biz şəhərdə böyümüşük, biz Targovo sentrdə böyümüşük, biz açıqda hər cürə fasonlarda giyinmişik, şortikdə zatda. Sən burada tövlədən gəlib, tövlədən izbuşkadan palatkaya, palatkadan obşujitildən də gəlib burada yaşamısan, şortikdə giyinib gedirsən, Sibrislara gedirsən. Sən nə ixtiyarla Sibrisə gedirsən, hələ bir Tofiqin nəvəsinin ayağının altını da qazırsan burada. Hansı sifətlə gedirsən Sibrisə? Burada mənim həyətimdə dayanıb, mənə deyir ki, hansısa bir özünə Qarabağlı deyən pataskuxa dayanıb mənim həyətimdə taksi çağırır. Mən Sibrisə gedirəm, ağzını əyə deyir bu sözü. Sibrisə gedir, hələ bir mənim ayağımın altında qazır. Tofiqin nəvəsi, Tofiqin yeməyini ye, suyunu iç. Onun evində, burada bir kərpic belə Araz MMC-nin deyə, Araz MMC-nin, Araz Ağalaroviçin, milyarder Araz Ağalaroviçin bir sütunu belə, bir təməli belə o boyda Araz, Tofiqin nəslində, Tofiq babamın nəslindəndir. Mən belə deyirdi, mən Tofiqi tanımıram, sözə baxırsan. Heç mən də səni tanımıram, səni kimi bir qeyrəti, özdə Timboli Çingiz Mustafayevi